Читать. İndiki zamanda. Я читаю. Ты читаешь. Он, она читает. Мы читаем. Вы читаете. Они читают. İndiki zamanla daimi ikisində şəkilcisi eynidir. Yəni, məsələn, sən desən ki, я читаю книгу. Mən kitab oxuyuram. Yəni, hal-hazırda bu hərəkəti edirəm. Daimi, я каждый день читаю книгу. Mən hər gün kitab oxuyuram. Yəni, eyni hərəkəti sən hər gün edirsən. Şəkilçi eyni oldu. Heç nə dəyişmədi. Əzizlərim, sən də müəllim yanına getmədən rahat rus dilində danışmaq istəyirsən, onda ikinci kitabımı əldə et, tənbəlliyinin başını at və nəticəni gör. Bəsdir hər işinə bir bəraət qazandırdın.